Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Sen nətər adamsan? Bu evdə normal köynəklə gəzdə bala. Mən kameranı dınq eləyib açıram. Sən gah yastığı qucaqlayırsan, gah stul qucaqlayırsan. Cəmaatın gəlinləri küçədə mayka ilə gəzir. Mən evimdə mayka ilə gəzə bilmərəm. Ne diyeyim sana mən? Arkadaşlar, sürpriz bir qonağımız var. Sizce bize kim gəlib? Bir dənə videonu dayandırıb rəylərdə zəhmət olmasa yazın. Ondan sonra göstərirəm. 3, dikəl, 2, 1, tam evimizə nənəmiz gəlib. Boylu buxunlu nənəmiz gəlib. Nəvəsini görüb bizi tınlamır. Bizi hərləmir, gələndən onu əzizləyir. Ay Allah. Neyinirəm sizi dayı? Mən neyinirəm sizi bu varkən? Ay Allah. Papucumuz dama atıldı. Deməli, əli dolu gəlib hər zaman olduğu kimi. Deməli, dostlar, Zeyd üçün ən xoşladığımdan başlayayım da qoy. 1, 2, 3, 4. Çünki buna ehtiyacım vardı. 5 ədəd çox cool corablar alıb arkadaşlar. Baxın da bir dənə bunun şirinliyinə nə olar. Daha sonra bunları elinə almayıb. Bu mamamın Zeyd üçün yay kombinidir. Yeni alıb. Görün nə qəşəng. Üstündə aslanı, zürafəsi, fili, nə istəsəz, krokodili, hər şey var. Mamamın pasiyentləri Zeyd üçün 2 ədəd belə köynək göndəriblər arkadaşlar. Hə? Bir dənə belə, bir dənə də baxın belə. Buradan çox təşəkkür eləyirəm. Allah razı olsun. Bir dənə pasiyent Türkanla Ayten. Türkan rəqs eləyən qız deyil. Yadımda qalıb hindi rəqsləri eləyirdi. Daha sonra bir pasiyenti Zeydin biraz böyüyəndə geyinmək üçün belə bir köynək göndərib. Bir də belə bir şalvar göndərib arkadaşlar. Çox qəşəngdilər. Həqiqətən çox təşəkkür edirəm. Mama sənə də çox təşəkkür edirəm. Çox qəşəngdir. İndi gələk mamamın mənim üçün gətirdiklərinə. Bir saniyə. Tam. Görün necə gözəl bir platiya gətirib mama mənim üçün. Arkadaşlar geyinəcəm, əynimdə baxarsınız. Tam topuğa qədər uzanır da. Belə uzun donlardan ötürü ürəyim gedir. Kamerada hələ ürəyimcə düşmür. Çox zərif dondu. Həqiqətən çox qəşəngdir. Yenə bitmədi arkadaşlar. Gedirəm davamını göstərməyə. Əli dolu gəlib. Maşallah. Tü göz dəyməsin. Bir saniyə. Hardadır? Nerede? Neredesin Pango? Hanı maman gətirdiyi? Evet arkadaşlar, uşaqlar doğğa xoşlayır deyə 2 banka doğğa düzəldib gətirib. Daha sonra bizim üçün bu nədir ya Rəbbim? Kotlet nə qədər düzəldib, pişirib gətirib. Bunu niyə xaladelnika qoyublar? Mən bunu indi gömərəm də, yəni anne kotleti. Sonra ay Allah, bu nədir? Püre gətirib arkadaşlar. Biz o gün Mərdəkanda Bakıya getməmişdən qabaq, Astaraya gəlməmişdən qabaq mamanın elədiyi kotlet püreni çox bəyənmişdik. O yadında saxlayıb bunu gələndə gətirib görürsünüz. Ana ürəyi dağ çiçəyi. Qarnımız doydu bu gün də. Allahım çox şükür ya Rəbbil aləmin. Getdik mamanın yanına görək. Mama ilə başımıza nə macəralar gələcək. Haydi let's go. Qabaq bir dənə kotlet əkişdirim. Sən mənim canım düzün deyim. Analarımızın yeməyini sevən neçə nəfəri yorumlarda yazın. Çox qəşəngdir də, efsodur həqiqətən. Mükəmməl. Mənim çocuklarım da məndən başqasının əlindən hələm yemək yemirlər. Başqa bir adam yemək pişirəndə iyrənirlər. İçində bir şey axtarırlar, amma gedirlər bir mənim yeməyimi yeyirlər, bir də restoranda bilmirlər necə gigiyena ilə bişirilib, xəbərləri olmadan orada pəhə-pəhlə yeyirlər. Bir mənim yeməklərim, bir də restoran yeməkləri sevirlər. Tuttum səni. Əsnad da qoşuldu mənə arkadaşlar. Necədir? Öpücük.
Elə bil ki, mən eləmişəm. Oh. Deməli arkadaşlar, bugün qıcıq el olunma sırası Elnarədədir, mamamdadır yəni. Şəhriyar indi məşhur ıslatma oyununu mamaya eləyəcək arkadaşlar. Onun arabasını yaş edəcək. İndi mamanın arabasını əsəbdir. yaş edəcək. Başla. Oldu yaş. Mama özdə maşının təmizliyinə fikir verən adamdır ya. Aa, sildi. Sildi siləcəkləri ilə. Özüm ölüm sildi. Bir dənə də elə. Elə biləcəkdi, çaqqal yaxşı ya. Deyən arkadaşlar. Deməli arkadaşlar biz qabaqda gedirik axı trasda. Biz öz su vuranımızı işlədəndə arxadakı maşına gedib su dəyir. Məcbur o da güzgüsünü silməli olur. Bir dəfə elədik sildi. Ona uzaq qalır Şəhriyar. Özüm sürət vermişəm ki, biraz şeyləsin, sürəti qaldırsın. Çünki 60'a indirmişdim. Yox. 60'a indirmişdim. Hə, şübhələnəcəkdi. Ha. Bir də elə. Yan. Evet, Vacədə. Yaxınlaşır. Elə görüm siləcək. Yaxınlaşır. Nə qədər su elədin ha Şəhriyar? Dəymədi ona. Dəydi, gözü. Özür söyləmək istəmirəm. Deyən. Mənim maraqlıdır, nə reaksiya verəcək. Aha, deyən yolun ortasına sürür. Nə oldu axı? Başaramadıq. Yox. Aram masafası saxlayır. Saxlayır hə, mama yaxınlaşmır heç. Yavaş sinirləyir. Ay, mamanı infak vurar da Şəhriyar risk tormuz versə. Olmadı. Arkadaşlar annem sürücülük qaydalarına həddindən artıq riayət elədiyi üçün tuzakımıza düşmədi. Yox, onu yaxınlaşdıracağım. Siz olun, ara məsafəmizi həmişə saxlayın. Deyən, yenə elədi. Ya Allah. Arkadaşlar çatdıra bilmədim çəkməyi, sildi axır ki. Sildi, tuzakımıza düşdü. Gördük hara bağladınız. Nəysə, deməli uşaqlar, gedirik hara, özümüz də bilmirik. Mama dedi ki, məni aparın qəşəng meşəli, dağlıq, belə təbiət olan bir yerdə gedək yemək yeyək. Dəniz qırağı, nə bilim, belə şəhərin içi, belə yerlər, kalabalıq yerlər istəmirəm də. İndi yol gedə-gedə fikirləşirik ki, mamanı hara aparaq? Hara aparırsan Şəhriyar? Lerikə, Lənkərana, yoxsa Masallıya? Mən bilmirəm, mən sürürəm, amma fikirləşirəm, içdən yer belə fikirləşirəm. Amma tapa bilmirəm. Lənkərandır aşkım. Padvapros gedəcəyik, heç nə. Getdik görək, hara gedirik gəzməyə. Sepim çox qəşəngdir, bu arada çox qəşəng parıldayır. Çox sağ ol. Təşəkkür ederim sana bunun için. Hala xoşladım. Yo, bu hələ mama ilə uğraşır arkadaşlar. Suluya qalıb. Rayon yolunun ən sevdiyim yönü budur da. Ona bax, yol boyu heyvanat aləminə baxa-baxa, yaşıllığa baxa-baxa getsən. Yolda Sürüm masallı ya. sür. Hə, sür. Yolda inek çıxır, qaz çıxır, ödrək çıxır. Sonra nə çıxır? Qoyun, quzu, keçi çıxır. Sonra sürüm yoxsa sürə. Şənalaya dedər yolda. Onlar hə, sür. Məncə də. Aşağı dizsəksiz. Masallı həyatım keçirik. Masallıdan həmişə çoxlu ağaclar ora. Uşaqlar gəlmişik Lerikə. Bir dənə mənzərənin gözəlliyinə baxın da, nə olar? Hələ lerikdə dursan, Lənkərandır. Quranan da Özüm olsun. ölüm, lerik hələ 40 fut istər yuxarıdan. 40 funt pistir nə deyir? 40 Sən 40 kilometr o yəndədir hələ. hə, Lerik Lənkərandan Lerikə gedən yoldayıq. Mənzərə efsodur da, yəni. Nəhayət ki qərar verdik, gedirik Lənkərana. Bir də qoy pəncərəni bağlı ilə valideynlərdən soruşum da. Ay xanımlar, mən sizdən bir dənə söz soruşmaq istəyirəm. Yeni doğulmuş körpə üzrə professional analardan. Mən bu uşağımı Bu sertifikatı... yetimçə, uşağım demən, deyirəm bu yetimçə, qurban vallahi, uşaq yeməyi alıb verir bu yetimçəyə. Yetimçə hazırlatdırır yeməyi, cəmi bir qurtum vurur, yatır, koruyur. Gic eşeği bilmirəm, soska kayf verir, yatır. Soskadan nə həzz alır, soska dəyir ağzına yatır. Bu sadəcə dursun, barmağımı soxacam onun ağzına qoy yatsın. Eşeğe, girib ömrümüzə ya. Deməli arkadaşlar, xanımlar,
normal soska verir, 7-8 cür soska aldırıb bizə. Heç birini yemir. Yəni hansını basırıq ağzına belə eləyir, tup uçur soska. Tükürürsə dəyir adamın alnına. Aha, Allahın dostu soskanın düz adamın sifətinə tulluyur. Belə dili ilə necə vurursa. Deməli bu insan 2 saat yarım bundan qabaq simes yeyib. 2 saat yarım kifayət qədər bir müddətdir ki, bu yeməyi həzm eləyib təzədən açsın da. Durur, anqırır, qışqırığı qalxır göyə. Tıxıram soskanı, putulkanı bunu ağzına. İndi yeməlidir axı. Getdi. Yemir. 15-20 dəqiqə bu soyuyur, atılır zibilə. 15-20 dəqiqədən sonra durur, yenə ağlayır. Deyirəm ki, okey, tamam. Sakin ol, bu səfər həqiqətən acıb. Yenə durur, zorla o adamın nə qədər burnunu qıdıqlayarlar, ayağını qıdıqlayarlar, əlini qıdıqlayarlar ki, yatma, oyan, ad oşan. Nə bilim, soskanı çıxardıram, ağzına təzədən tıxışdırıram. Yenə ürəyi gedir. Biz bunu yedizdirə bilmirik. Ay bacılar, ay xanımlar, kömək edin. Bu niyə belə eləyir? Nəyə görə belə eləyir? Zincildəsin verməyin yemək. Yəni bir insan övladı 1 saat boyunca yeməyi yeyib bitirə bilməz. İnad elədim. Oturdum bunun yanında. Düz 1 saat boyunca cəmi cümlətanı 90 milli simes yeyib qutardı bu. Bunun ayına görə əslində bu 120, 100, 110 yeməlidir. 90 millini bu 1 saat, Allaha and olsun, yalan danışmıram. Tam olaraq 1 saat vaxt apardı bunun bu 90 milli. Bu elə belə bunu vermirəm. Ha, indi deməyin uşağa siçan yeməyi verirsən. Bunu elə belə tökmüşəm test üçün. 1 saat boyunca bu insan 90 millini yeyib bitirə bilmir. Nəyə görə belə eləyir bu? Bunun bu soskasını xoşlayır, amma o biri soskaları götürmür. Bu yemək vaxtı da gəlib çıxıb bu mədəsi bombalan boşdur bu dəqiqə. Nə bilim valla. Kim Sana bilir? o qədər döyərəm, sarı dığa. Sana evlə döyərəm mən. Oyun çıxardır yemək problemi ilə, Allahın olsun. Nə bilim valla. Gəldi təbiətimiz Evet arkadaşlar, heç gəlmədiyimiz bugünə kimi bir məkana gəlmişik. Rabi'ye dedim ki, Rabi'ye bugün nə gözəl görsənsən. Kombinimi falan çox bəyəndim də, çox cool görsənsən. Rabi'ye nə vaxt kompliment eləyirəm. Həmişə belə, ayda nə gündəyəm. Dedim, zibil qutusuna oxşuyursan. Zibil qutusuna. Bundan sonra mən sənə nə vaxt kompliment eləsəm, sən mənim komplimentimi hörmətsiz eləsən, dalıca təhqir eləyəcəm səni, biləsən. Qız, uşağı səhər durmuşam, çox qəşəng görsərdi, ağappaq sifəti var, maşallah. Deyirəm ki, siman necə gözəldir, gənc qız olmağa başlamısan, gözəlləşmirsən. Həyə, nə gündəyəm. Dedim, zibilə oxşuyursan. Bundan sonra belədir. Bundan sonra komplimentimə çox sağ ol, sən də yaxşısan, sən də gözəlsən, təşəkkür edirəm deməsən, bundan sonra dalıca onu təhqir eləyəcəm. İndi əslata bax, əsi, həqiqi deyirəm ha, səmimi deyirəm. Çox gözəlsən, çox gözəl gözlərin var. Bax, öyrən. Eşit, sənə də düz deyirəm. Nə? Arkadaşlar, maraqlı bir yerə gəlmişik. İndi yerləşək, yerbəyər olaq, sizə göstərəcəm buraları. Bax biz, bax, orada ağzında budaq olan ata, o biri yuvanın içindəki mən, o da Rabiə, Məryəmsən. Sizi heyvan eləmədim, səni döyərəm. Aa, Rabiə, Məryəmlə sən, hündürboy Məryəmdir balaca. Rabi'cim de həqiqətindən yana qalaydım. Cidden. Qal da bir də. Arkadaşlar, Məryəmdən xəbəriniz yoxdur sizin. Dünən rolik sürəndə getdi 4 dəfə əlinin üstünə yıxıldı. Axırıncıda əlini zədələdi arkadaşlar. Damarı burxulub. Pis gündədir. Dünəndən yağlı xəmir qoymuşuq qoluna. Yağlı xəmir də bir dənə iyi verirdi. Dəhşət də yəni. Boğula açıb. Aa, nə gözəl yerdir bura. Uşaqlar, cəmaat var, çox çəkənmirəm, gözləyin. Arkadaşlar, şuraya bakar mısınız? Ne kadar güzel. Çox qəşəng bir yerə gəlmişik. İndi keçməliyəm körpünün o tayına. Uşaqlar, körpünün o tərəfinə keçməmişdən qabaq sizə buranı göstərim bir dənə. Hamı gedib, mən qalmışam dalda. Ona baxın, bizimkilər orada məni gözləyir. Döyəcək Şəhriyar məni. Gələm. Uşaqlar, bir dənə bura baxın da. Görün nə qəşəngdir. Mənzərə super.
Getdik. Aa, orada pilləkənlər var. Acaba nereye gidiyor? Aşkım, tam gəlirdim, izləyicilərə tutuldum. Buradan salamla, çünki siz şəkil çəkdirmədiniz. Bir mənlə çəkdirə bildilər. Bu arada sən nə yakışıklı görsənsən, bugün Moskovski papalara oxşuyursan. İtələmə məni. Ay Allah. Elnarə xanım, nasılsınız, iyi misiniz? Bəyəndim buranı, mama bayaqdandan var ha. Bura biz heç gəlməmişik də, birinci dəfədir. Şəhriyarla deyirik ki, zər atırıq. Ya Şeşkoşa gələcək, mama çox bəyənəcək, ya da bir-bir gələcək, batacaq, yəni gəmini batıracaq. Arkadaşlar, bura baxın da, nə qəşəng bəzənib. Oğlu ilə dəsti, köynəyi ilə sumkası. Mən daşımalıyam, atası daşımalıdır da. Nə qəşəng görsən sən. Çok tatlı değil miyim Çok, yani? çok yakışıklı olmuşsun. Daha yemekleri seçeyim. Ben uşaqlarım anı. Çok maraqlı yerdir. Bura Çin'e oxşuyur. Nəyimiz var? Aa, burada da şəlalə var arkadaşlar. Suyun səsindən uşaqlar, mən bir dənə sizə bir şey deyim. Mənim qulağımda eşitmə problemi var. Siz deyirsiniz ha, videolarda çox qışqırır, çox gülür, hər şey çox yüksək səslə eləyir. Mən indi çözdüm. Mənim qulağımda eşitmə problemi var. Mən gəlirlər, deyirlər ki, filan şey filan cür, deyirəm nə? Filan şey filan cür 5 dəfə bəlkə də soruşuram ki, eşitmirəm, nə deyirsən? Gərək həmin adamın dodağını oxuyum, gəlsin yaxından danışsın ki, eşidim. Nə? Xərçə tapdın? Gözdə gəlirlər. Əsnaf kəşf elədi arkadaşlar, xərçək tapıb getdik baxmağa. 2 dəqiqənin içində buranın dırma deşik yerlərini tapıblar nadirlə bir yerdə. Buna bax, sən canı. Gör hara gəlib giriblər ya. Ayda çox qəşəngdir bura. Tam TikTok videosu çəkməklik. Gizemli yerlər oxşuyur. Suya atlandı, çatdırmadım. Baxın. Mən balam, siz gəlib dibə girmişsiniz. Baxın. Nadir videosunu çəkib, bax. Nə boydadır? Yaxından çəkib. Mən də. Aşkım, getdim, girdim palçığa. Afışma, bu suda balıq var misal. Get qamışı gətir də. Burada tutma yok da. Yuxarı tərəfdə Nə oldu, nadir? Burada indi milletin içinde şey yaxı. Millətin içində nədir axı? Gəl mən Budumuz tutaram. falan da yoxdur yaxı. Amma çörəklə yoxlaya bilərik bəlkə. Çörəklə gələrlər. Valla biz yaşıl vaddə çörək atır. Limon atırdım. Limona bir sən nə inirdi çəkilər? Cırırdılar özlərin o limonu yesinlər deyə. Yoxlayarıq. Balıqlar görməmiş şey olurlar. Barmağını da versən gələcəklər yemək Yoxlayarıq, bilib. gətirərəm indi yoxlayarıq. Siz gəlib eşib buranı 2 dəqiqənin içində tapıb hələ xərçəngini də kəşf eləmişsiniz, halal. Düşdü içəriyə. O əsas sürüşər ha oradan. Topladım var, qoymadılar. Allah'ın olsun. Zəhərli olar bir də. Belə eləyirdi bax. Hərçəng zəhərli olur Aa, bə, məqrəb olur da. Kepçəsi var idi. Belə eləyirdi. Ayda, Tam mən yeməli idi, biraz da böyle olsaydı qızardıb yerdik. de Quran olsun. Amma yeyirlər də. Yox, qəşin nadir, qəşin Ay, Nadir üstündedir, Nadir. Çık, Meryem çık, elimi vurmayayım. Çık, Meryem boynunun dalında da. Ay Meryem götür. Çekil, ben gidin. Git. O yana git, Nadir o yana git. O yana git de korkudan. O yana git, xahiş ederim o yana git. Ne var benim de? Nadir gelme bu tarafa, o yana git. İzləyicilər pozluya şəkil çəkdirməyə görə qışqırtmanı Allah'ın Da olsun. insaflıydı. Özüm de korkurdum, sesimi de çıxardım. De Quran olsun. Ay da bura çox qəşəngdir. Çox xoşum gəldi burada. Hə, niyə olmur? Gəl. Arkadaşlar, təbii su. Təbii su. Bir də əlimi vurum buna. Baxım ki, ayalı yıxlarım indi. Ay da bumbuzdur, Nadir. Haycan. Gəlim ora anabala bir yerdə sürüşəyən. Xəşilimiz çıxsın. Korku. Ay da su necə axır. Rabiye bir şey deyim. Bu körpün qabağında qalıb çox qəşəng TikTok videosu Rabiye çəkmək çok olar. üzülüyor. Çünkü ayakkabı. Hə. Ay da suyun rənginə bax yağış yağıb belə olub. Gedim biraz da qabağa görək nə var. Mənim başım gicəllənər ki, mən oradan gedənmərəm. Allahın dostu, mənim başım gicəllənir belə yerlərdə.
Gəl məni də apar da. Hara gedirsən məni də apar deyəm. Gözlə düz yerdən çıxım daşın üstünə. Getdik. Rabia nə olar TikTok videosu çəkək də belə bir dənə nə olar? Arkadaşlar, bir nəfər ağladığı üçün gəzintimə ara verdim. Şəhriyar əminizdən shorts çəkirdik. Gəldim bunu yedizdirməyə. Bu arada o sırada da yeməklərin bir qismi, daha doğrusu yəni süfrə qurulub, yemək gəlməyib. Çörəkdir, süzmədir, salatdır. Bunlar gəlib oturmuşuz, yeməkləri bekliyoruz. Şəhriyar, sən nə zakaz eləmsən? Hə? Saç? Nə yaxşı, ürəyim saç istəyirdi, Quranan olsun. Tavuk kebabı, efsane kartoşka. Saç, toyuq kebabı, ev sayağı kartoşka. Soram tez elə də uşağım yemək yeyir. Salat, çörək, top. Ay pipiyi qan xoruz, gözləri məndən xoruz, nə deyim? Yaxşı əsəbləşmə. Gözləyirik yeməkləri. Uşaqlar hələ kəşfiyyatdadılar aşağıda arkadaşlar. Uşağa baxanlar komandasına bax, biri ayaq üstə yeyir, biri tez bazar yeyir. Mən vəbşə oturmuşam. Az qalmışım, məni döydürsün elmə. Oturmuşam pasiv vəziyyətdə bunu gözləyirəm. Xan kişi bitirsin, tək ki yesin, söz yolunu iş olsun, ye. Ağcaqanad Şəhriyar uşağımın yaxınında öldür. Hanı? Deyə uçdu o yana. Şəkillər çəkirdik. Mənsiz necə gəldi ürəyimizdən? Zəngulaq evi tapdı. Bir dənə Göstər, var. baxın. Zəngulaq yeri. Baxın. Mən də gəlmək istəyirəm. Mən də gəlmək istəyirəm. Gedək bir dənə şəkil çəkin. Gedək mən də çəkildi, nə olar? Gedib şəkil çəkdirərik biz də. Ay xalalar. Anam çözdü ki, məni... Mən bir şey deyim, Məryəmin əli 100% çəkdik. Tərpədən bir ağırdı, mənim dayağım elə olmuşdu. Həqiqət deyirsən. Arkadaşlar, Məryəmin əli çatdı. Buradan çat gedək də, rengenlər işləmir bu gün. Çatlamayıb. Çatlayıb 100%. Sabada rengen işləmir heç yerdə. Ola bilməz ki, Şəxsi özəl yoxdur görəsən. Şəhəriyar rengin gecə saat 2-də bir şey çəkməyənə yoxdur. Rənglərin xəstəsanəsiz həmişə rengin var. Məryəm deyəsən əlini çatlatıb arkadaşlar. Ay xalalar. Anam ac oturubdu, gözləyir məni. Yatma, ye. Yenə yatır bu. Sən 4 saata yaxında yemək yeməmisən. Yatma. Axıllanıram, hamı rahat yeməyin yer, onlara bax onlara. Nətər qurşaqlarınızdan keçirsin. Siz qardaş istədiniz də, qardaş istəyən siz idiniz. İndi qucağımda mən siz nətər yeməyiz? Nətər qursağınızdan keçir? Mama küsüb Şəhriyardan arkadaşlar. Şəhriyar könlünü almaya çalışır hal-hazırda. Mehriban düşmənlər yenə dalaşıblar. Bak. Ya aile bunu da kapak fotoğrafına koyacağım. Yazacağım qaynana kürəkən qırdı. Toylarda afsatlar 50 adam var. Mən də istəyirəm, mən də Keçen o küsüm. toyda dördü. Afsan ancımandı canladı sokuyor. Aşkım şirinli istəyib də. Demək istəyib ki, mən sənə bu cür xidmət göstərirəm. Eşəkli yerəmə bir 5 manat qoy stolun üstünə. Süz mən üçün. Ay Allah, o romantika. Şəhriyar əminizdən bir dənə qəşəng video çəkdik arkadaşlar. Həyatımda çəkdiyim ən gözəl video ola bilərdi bu günə kimi. Amma maalesef paylaşmayacağım. Çox sağ ol. Dünya partiydi orada. Niyə? Harda partlayırdı? Neyse çatırdım buradan. Nəysə, yeməyimizi yeyək. Əsad yıxılmağına peşman oldu ye. Qorxdu yedi, neylədim ki mən? Əlin ağrıma dömrüm. Dəqiq ağrımadır. Öpüm səni, gəl öpüm. Bəs mən? Ya. Bu nədir yaxı? Bayaq belə eləyirdin. Rabia. İzləyicilər sardılar uşağı. Bu yanda. Rabia. Ne düzelt? Nə? Rabia. Rabia, huy! Zəhrim oldu. Cevap eləmə bizi. Bəs sabrın olsun. Yemeği. Hala yemeyeyim bu yemeği. Bu yemek hissən olar. Sen damat bize bakın. Damat bize bakın.
Yaxşı, bırax elə bilmə. Yürü. Yürü. Arkadaşlar, O yana. itlər Şəhriyarın səsindən qorxur. Yürü. Gördün, aşkım, sən ikinci dəfədir belə səs çıxarsan, qaçır buradan. Orada aslında bu yeri ümeli alır. Sen asfaltı yolda ümeli alırdı. Yok. Yıkılmış ayaklar tutulmuş korkudan. Rabia, huy! Aa, bu da sen. Gel şöyle bir Evet arkadaşlar, Zeydi transfer elədim mamaya. Bayaq da maşında dediyim kimi 2 saata yiyir bax. Ücə saç gəldi, bu hələ tıxıb qutarmayıb. Şəhriyar qəşəng saç zakaz eləyib, yanında kartoşka zat. Nuş olsun, yiyin için. Arkadaşlar, şako. İç səni tınlamırıq. Mama dava düşəcəyik burada. Get Şəhriyar, get. Uşaqlar gəlin bu yana. Mama, qoy qaç mama. Mama, qoy qaç mama. Mamacık geldi. Mama. Qoy ora. Ay, orada deyil, arvadda deyil. Get orada müzdədir, ye. O deyil, o şeylər qorxuram. Getdik. Arkadaşlar, Lerik'ten sonra, burada Lerik'ti de. Lerik'ten sonra travma qalıb məndə, itlərdən qorxuram, Quran and olsun. Yedik, içdik, gedirik yavaş düşürük Lənkərana. Cilməyə mən tükürəyə patladı. Elə bildim Qorxdum, mən də qorxdum, nə yalan deyim. Balıq qulağından ev tapıblar burada arkadaşlar. Əşi 2 tut, 2. Bizə yox ki. Çox qəşəngdir, maraqlıdır. Biz seçtirdik şəkil. Hala ne yapıyorsun? Kimin evini yıkıyorsun? Cadı piti mi yapıyorsun? Ben bu sənəzi çəkib. Buram belə qucaqlamışım, elə çəkib. Sen niye onu qucaqlayıb şəkil çəkdirirsən ki? Qəşəng deyə maraqlıdır. Bunu belə qucaqlayıb belə şəklini çək. Məsələn də bunu bir kərə ki qalmışam burada, o qalıb orada elə çəkib. Elə nə olar? Bura öncə qaranlıq olub, yoxsa mən də çəkdirərdim. Getdik. Qaranlıqlaşıb. Aşkım. Kim çəkir? Əl çəkən yoxdur deyəsən. Çəkir. Mən çəkir. Alacaq. Gözəl xaladatda telefon. Mən buradayım. Evet arkadaşlar. Bahamız düşsə YouTube'da. Ha. Bu da meşhur Ofelia ailesinin izleyicileri. Ofelia ailesi. Ha. Bir de YouTube adı. Uşaqlar, bir dənə mənzərənin gözəlliyinə baxın da. Cənnət deyə, Allah'ın olsun. Görün nə gözəldir. Nadir deyir, bu aşağıdakı çayda balıq tutmaq olar. Nadir deyir ki, yəni mən balıq tutacağım, amma gərək siz mənim o balığı tutmam üçün daşı, dərəni, dağı, təpəni yarasız. Ya tutmağını tutup hakkına girmeye bacardı da 2-3 tane balık tuttu. Prosta onu qane eləyə biləcək yer tapa bilmirik ki, davamını gətirsin. Mən o balığı tutub yemək istəyirəm sonrasını. Onu Hə, yeyə mən də bilmədim. deyirəm, tutduğum balığı aparır evdə qızardaq, maraqlı bir şey olsun. Yoxsa elə tuturuq, aparıb veririk pişiklərə. Allah'ım olsun. Pişiklər görə də xeyli. Gedirik arkadaşlar. Bu arada mamam bugün qaydacıydı, amma mamamı hara qaçdı? Burada, hara qaçdı mama? Gözdəydi deyəsən elə. İndi ağzımı açmışdım deməyə ki, mamanı ikna elədik qalmağı. Mama gəldi bizi keçdi. Miqatda onu dinən çıxma aradan qıza. Aradan cırma. Zorla razı salmışam qalmağa. Deməli arkadaşlar, gəldik evə. Evə gələn kimi Zeydi bastıq çimizdirməyə, daha doğrusu basmaq üzrəyik. Bugün ləyəndə yox, duşda çiməcək, dədəsinin qucusunda. Deməli, mən naprijonla narahat görməmiş, vasvası, şivən ana olaraq mən bir dənə videoma baxın, burada qurban olum sizə. Deməli, uşağın paltarlarını gətirmişəm, nəm dəsmalını falan, bunlar normaldır. Termos, yemək, putulka hazır qoymuşam ki, birdən də indi reski şivənli eləyib ağlayar. Sağı solu bilirmin axı, məndən 5 betər manyakdır. Qorxma.
Ona görə yeməyini burada hazır saxlamışam ki, birdən risk acdı, çıxardım yemək verim ona. Getdik çimçimə. Arkadaşlar, Məryəmin əli çatlayıb. Bura incədirsən. Yəni çatladığından əmin deyilik. Rentgenləri gözləyirik. Rentgenə aparaq. Bura incidir. Hara incidir? Şəhriyar indi ev üsulu müalicə eləyir onu. Birinci gün həkimə aparacaq. Bax, yox, bax. Bunu görsən, bax, buradır, bax. Bax. Yox, bax. Dayan aşkım, sıra bacıdadır. Burada. Damara bassan ha. Orada damarı var, ona bassan. Bəlkə elə həqiqətən damarı burxulub onun. Sümüyünə bir dənə bas, gör sümüyü ağrıyır. Deyirəm, Şaqqıldatma ya, sən sınıqçı deyilsən, sən evin kişisisən. Sən sınıqçı deyilsən, kişisən. yox, uzanıb bu. Yox, yox. Dayan da, sıra səndə deyil, dayan. Növbəvi gözlə. Bu reklamı 2 dəqiqə sonra girsən. Gözdə bacımla məşğul oluruq. Orası. Sən özünə fikrin ver. Ev yox, əsəbləşmə. Vallahi bunun başı oynatacaq. Əsnaf gəldi təcili yardım kömək eləməyə. Hə, içizdir, gör içir. Bu da qərar versəydi yemək istəyib istəmədiyinə. Zeydin şkafında güllü kasinka var. Gətir onu Məryəm üçün. Nənəmin kasinkasıdır, Zeydin kasinkasıdır. Deyə bundan. Bu tamdan burası sıxma. Kimi arkadaşlar kefdədir. Hə, sən bağlayacaqsan indi onu. Bax. İndi düşdü. Ben bıraxdım düşmədi. Ata, anayla aslan Yo, canından ağlayır, dostun can- yalan candan- eləyirəmsə Allah mənə vursun. Allah eləməsin. Yo, yalan deyirsən demədi, yalan- Sən mən rolik aldım, sürdü. Ayda sən o xaşini hə yayılı bər yerə. Sən o roliki indi təsəvvür elə növbət dəfə minəndə ata sənin başına nə oyunlar açacaq o roliki sürəndə. Batmaq oldular. Yox. Sür rolik qutardı çünki. Yox, elə şey yox. Həqiqətisiz. Elə şey yox. Şo verin mənə. Mən sürəcəm. Hazırmıysan? Açam böyüyərlər. Bu şurx yerdə belə getdi ya. Şorx yedəmcəm. İzah edəməmiş ya şox yarda. Nə desən uşağı səhv başa düşsən, mən uşağımı yargılama bilib Mən bilmədən. sürəcəm inşallah. Da sürəm heç vaxt buraxmayacağam. Rabiyyənin günahı yoxdur. Rabiyyə yıxılmayıb ki. Rabiyyə sənin yığılıq nədən çatlamışdı? Həsə. Parkda atlandı. Yox, parkda tülkü oynayırdı ya hamımız beşimiz. Hə. Tülkü bu atlandı kafenin üstünə, ayağı belə gəldi axı. Vay yazıq. Yo, otun üstünə bir dəfə. Onda YouTube çəkirdik bəyən. Hə? Belə də yox. Ayrı sırada atır. Ağlaya bilməz burada. Quran dostum burasını sıxır. Proqram işləyir. Ya Allah. Buna nə deyirlər? Ev üsulu müalicəyə nəsə deyirdilər. Nə deyirdilər? Çok kabakçı saçlar olur. Neymişsən Şəhriyə? Bunu biraz uzun gətir, alğı salat sandıra. Belə yeriyir də. Belə edirlər də. Düz deyir də, özü də elə yeriyirdi də. Belə edirlər. Yeyir o. Boynundan hasta. Hadi belə eləmişəm. Ya Allah, müalicələrimiz davam eləyir. Hər cür sınıq, çıxıq, çat, burxulma üçün Şəhriyar Şəhriyar Sınıxova müraciət edə bilərsiniz. Sınıf olsan dadın. Solaq ol. Tapır mənə ol. Dadası baksın videolara həqiqətən də. Mənim dədəm baxsa videolara heç nə deyə bilmir, mahnı, nadir. Nadir vurdu bahalar. Heç nə deyə bilməz çünki mənim dədəm statusunu alması üçün gərək dədəlik eləyəydi. Yadından çıxır. Nə? Ağlıysan? Nə ağlıysan? Gözdə bu Zeydini yer beyan eləyim. Evet arkadaşlar, Zeydi çimdirdik. Məryəmin ağrısını yüngülləşdirdik. Hərə bir tərəfdə sərələnib, yorğunçuluqdur. Yeni bir yer kəşf elədik bugün. Maraqlı bir yer kəşf elədik. Xoşumuza gəldi. Getdik, gəzdik, dolandıq. Amma mama bizə əkdi də sonuç olaraq gəlmədi. Yəni uzun sözün qısası. Videonu burada sonlandırıram. Düzdür, shorts videosunun altında yazmışdım, amma burada da yazmağınızı istəyərəm. Daha çox nə videoları sizin üçün çəkməyimizi istəyirsiniz?
Mənəm. Daha çox nə videoları sizin üçün çəkməyimizi istəyirsiniz? Məsəl üçün qışqırtma yazmayın. Necə bir qışqırtma və yaxud da yarışma yazılsa necə bir yarışma, detay verin zəhmət olmasa. Qoy mən də biraz onu lap da bəziyim, düzüyüm, daha gözəl bir formada ortaya çıxardım sizin üçün. Videonu burada sonlandırıram. Sizləri çox sevirəm. Videonu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi Gucci.